Neftçala rayon mərkəzi xəstəxanasının direktoru Elmar doktor, Avrasiya Hospitalının baş həkimi Azər doktor, baş şərrah Xəlil doktor. Canımıza sağlıq qatan həkimlərimiz var olsunlar. Bəli, dərmanı acı olan, sonunda nəticəsi şirin olan doktorlarımızı Allah qorusun. Canımıza sağlıq qatan həkimlərimiz, xoş gəlmişsiniz. Buyurun. Herkes hoş gördük. Deməli, Faiq doktor bu şad günündə ürəkdən təbrik edirik. Gənclərə xoşbəxtlik, xoş günlər, gələcəkdə oğullu qız olmağını da nəsib olmağını arzu edirik. Allah xoşbəxt diləsin. Axşamınız xeyir olsun. Mən də bütün təbriklərə qoşuluram. Əslində bu günləri mən Mirsəyadın əmisi kimi bu toyda iştirak edirəm. Bizim Faiq doktorla ailəvi dostluğumuz uzun illərdir var. Və mən təxminən 30 il əvvəl Banka qəsəbəsinə gələndə Mirsəyad çox balaca bir uşaq idi. Bugün maşallah bəydir. Təbrik edirəm. Allah xoşbəxt eləsin, yarayanlardan olun. Arzu edirəm ki, heç bir problemimiz olmasın. Olsa da kiçik olsun, onu özünüz həll eləyə biləsiniz. Faiq, gözünüz aydın olsun. Allah can sağlıq versin. Faiq doktor, mən sizi bugünkü gün münasibətlə təbrik edirəm. Bütün ailənizi, nəslinizi təbrik edirəm. Adnan doktorun dediği kimi biz də ailəmiz olmuşuq, dost olmuşuq, münasibətlərimiz də yaxşı olur. İndi də həmin şeylər davam edir. Səyyad da bizim balamızdır, Allah xoşbəxt eləsin, Allah şeylər verir də. Oyun olsun ki, Səyyad balamızın o evlatları olsun. Onların xeyir işlərin görək, şad günlərin görək. Allah sizə can sağlıqlı, xoş günləri sibət eləsin. Sağ ol, çox. Mən də bu təbriklərə qoşuluram. Deyir, belə bir söz var. Deyir, biz həyatı müftə qazanırıq. Lakin bizim üçün ondan qiymətli şey olmur. İlk nəfəslə son nəfəs arasında olan ömür, zaman etibarlı olan qısa ömür hamı üçün qiymətlidir, əzizdir. Lakin xarüqələdə insanlar, əsl insanlar bu həyatda elə məslək arzu qazanırlar ki, onların qazandıqları, müftə aldıqlarından qat-qat yüksəkdə durur. Daha doğrusu onun məslək və arzuları həyatlarına deyil, zaman etibarlı o qısa həyat onların arzularının həyatına keçməsinə sərf olunur, şam kimi əriyir. Bu xoşbəxtlikdir, bu səadətdir. Bu xoşbəxtlik, bu səadət bizim Faiq qardaşa qismət olub. İlahi bugün onu gözəl arzusuna çatdırıb. Bu münasibətlə mən Faiqi, onun yaxınlarını, qohumlarını, qardaşlarını təbrik edirəm. Gözünüz dolusu görəsiz deyirəm. Bu gənclərə arzulayıram. Arzu edirəm ki, bütün arzular için olsun. Həyatın erişli yoxuşlu yollarında bitirəməsinlər. Talih onlara yar olsun. Çox sağ olun. Cibiniz dolu olsun, dəyərli doktorlar, var olasınız. Elnurun avazında, Elnurun gözəl mahnıları var. Allah həkimlərimizə can sağlığı versin. Mən xahiş edirəm, gəlin həkimlərimizi ürəkdən alqışlayaq əziz qonaqlarımız. Allah can sağlığı versin. Göydə Allahın, yerdə dəyərli həkimlərin əli ilə insanlar şəfa tapır, var olsunlar. Və biz də sizin xidmətinizdə gözəl mahnılarla rəqsə buyuraq. Günəş ay istərəm
dastan yazın hüsnüne. Bahar günlerle taze kendimiz, güllü yaylaqların meyve bağları. Hayır ha, güllü yaylaqların meyve bağları. Ne qəşəngdir, ne güzeldir, ne qəşəngdir, ne güzeldir kendimiz. Ne qəşəngdir, ne güzeldir, İman Soylu kendimiz.
həsrətinə